Hər vaxtınız xeyir olsun. Bakıxanov qəsəbəsində tam mərkəzdə, Neftçilər metro stansiyasına gedən yolun üstündə, bir dənə göstərək zəhmət olmasın. 11 nömrəli poliklinkanın, doğum evinin yanında. Bakıxanov. Belə asfalt küçələri olan, geniş bir məhəlləsi olan ərazidə Bakıxanov qəsəbəsinin belə deyirlər dostlar. Ən gözəl ərazilərindən biridir. 3 mərtəbəli, tam təmirli, satışa çıxıb. Həqiqətən çox gözəl evdir. Daxilini də təqdim edəcəm. Videonu axıra qədər izləyin dostlar. Paket qubcalı belə bir evimiz var. Üz görünüşünü birdən götürək, zəhmət olmasın. Bu evin girişidir. Arkada həyəti də var. Ətrafını göstərəcəm. Ya Allah xeyirli olsun. Kim alsa Allah xeyir versin dostlar. Bax, evin giriş hissəsidir bura. Əlavə həyəti də var, onu da göstərəcəm. Bu evin qapıdan, darvazadan girişidir. Kanalizasiya sisteminə qədər çəkilir. Tam yaşayışlı, tam təmirli bir evdir. Evin həyəti dostlar arxaya düşür. Ev sahibi evi tikəndə elə tikib ki, yəni evin həyəti arxa tərəfə düşür. Burada yay mətbəxlidir, burada sanuzel. Ben göstərək, zəhmət olsun. Şu yanında göstərək mi? Çöldə olan sanuzel. 3 mərtəbəli evdir dostlar. Birinci mərtəbəsi zirzəmidir, belə yaşıllığı da var gördüyünüz kimi qaydasında. Birinci mərtəbə zirzəmidir. İkinci, üçüncü mərtəbələr də yaşayışdır. Təmir də qaydasını indi evin daxilini sizin üçün göstərəcəm. Evin qazı, işığı, suyu daimidir, istilik sistemi kombidir. Ərazin artıq demişəm, 11 nömrəli poliklinika, doğum evi, Neftçilər metro stansiyasına gedən yol. Deməli dostlar, yerləşmə yeri haqqında məlumat verdim. Həqiqətən Bakıxanov qəsəbəsinin ən brend, ən səviyyəli, ən gözəl ərazilərindən biridir. Keçək evin daxilindən. Həmçinin evimizin daxilindən təqdimatımıza davam edirik. Bura evin girişidir, xol hissəsidir, zirzəmiyə düşən hissədir, ətrafını göstərəcəm. Beləkən də yuxarı ikinci mərtəbəyə qalxır. Koridorun bu tərəflərində sanuzel, sanitar qovşaq. Belə bir zalımız var, dəyərli izləyicilərim. Evin döşəməsi parketdir. Bütün otaqlar, bütün ev ümumiyyətcə parketdə döşənir. Belə hardasa bir 30 kvadrat metr sahəli geniş bir zalımız var. Təmiri qaydasında da gördüyünüz kimi. Belə deyim də dostlar, çoxdan tikilmiş evdir, yəni oturuşmuş evdir, möhkəmliyində söz ola bilməz. Ara kəsmələr hamısı monolit betondur. Birinci mərtəbədən mətbəx, sanuzel, sanitar qovşaq. Birinci mərtəbədə olan sanuzelimiz, sanitar qovşağımızdır. Yəni zəhmət olsun göstərək. Sanuzel, sanitar qovşaq, istipolla təmin olunur. İndi evin ikinci mərtəbəsini sizin üçün təqdim edirik. Pilləkənlər hamısı parketdir, dəyərli izləyicilər, gördüyünüz kimi. Bura ikinci mərtəbənin xol hissəsi. İkinci mərtəbədə də hardasa 1, 2, 3, 4 otağımız var. Dostlar, otaqlar da çox genişdir. Buradan yataq otağından başlayaq, zəhmət olmasın. Evin daxili hündürlüyü 3 metrə 20 santimdir. Həqiqətən çox geniş evdir. 300 kvadrat, hardasa 300 kvadratdan artıq evin daxili kvadratıdır. Belə bir geniş yataq otağımız. Buradan da eyvana çıxışı var. Növbəti otaqları bir dənə göstərək. Burada belə bir geniş otağımız var dostlar. Valideyn yataq otağıdır. Geniş otağımız var. Göstərək, izləyicilərimiz görsün. Əhtar tam qaydasındadır, əziz dostlar. İkinci mərtəbənin sanuzel, sanitar qovşağı və növbəti otağımızı da göstərək. Otağın içində. Burada dostlar, otağın içində sanuzelimiz var. Bunu da göstərək, izləyicilərimiz görür. Sahibi, yəni əslində sanuzeldir, amma ev sahibi kaldırıfka kimi düzəldib. Kim istəsə aksesuarlarını quraşdırıb, xəttlər hamısı hazırdır. Sanuzel kimi, sanitar qovşaq kimi istifadə edə bilər. Üçüncü mərtəbəni sizin üçün təqdim edəcəm. Ben göstərək. Üçüncü mərtəbəmiz mansard sayılır, yəni evin mansard hissəsi. Videonun sonunda evin zirzəmisini də sizin üçün təqdim edəcəm. Mansardda da belə ev sahibi, belə deyim, geniş bir dənə mansardımız var. Öz üçün otaq, istirahət otağı düzəldib. Kim istəsə alıb öz bildiyi kimi, nə cür istəsə o cür də
düzəliş edə bilər. Dostlar, indi evin zirzəmisini sizin üçün təqdim edəcəm. Burada evimizin mətbəx hissəsi hardasa 20 kvadrata yaxın ölçülərə sahibdir. Mətbəxdə döşəməsi parketdir, pəncərəsi öz məhəlləsinə baxır, karisli bağlı pəncərədir, reşutkası da qoyulub. Yəni, evin təmiri qaydasından əlinizdir. Bakıxanov qəsəbəsinin ən gözəl yerində. Zirzəmini də göstərək. Zirzəmiyə düşən hissəsidir. Zirzəmini ev sahibinin şəxsi əşyaları olduğuna görə tam göstərməyəcəyim. İnşallah müştərilər gəlib baxmaq istəsə, evə baxanda zirzəmiyə də baxa bilər. İndi isə evin qiyməti haqqında məlumat verəcəm. Evi tam olaraq sizin üçün təqdim etdik. Bakıxanov qəsəbəsində 11 nömrəli parkinq artıq məlumat vermişəm. Evi də təqdim etdik. Kim alsa Allah xeyir versin. Sonda qiyməti deyirəm. Qiymət 390 bin manat. Ev sahibi bu evi real müştəri üçün təklif edir. Amma real alıcı olarsa qiymətlər razılaşmaq mümkün. Sənədlər də tam qaydasındadır. Dostlar, videolarımızı izləməyi, kanalımıza abunə olmağı da unutmayın. Sağ olun.